Hörmətli xanımlar, hörmətli bəylər, hamınızı salamlayıram. İctimai Palatanın aprel sesiyasından sonra mühüm hadisələr baş verir. Əvvəla, uzun müddətli fasilədən sonra İctimai Palatanın simasında Azərbaycan müxalifəti nəhayət iki razılaşdırılmış miting keçirdi. Aprel ayının 8-də və 22-sində İctimai Palatanın keçirdiyi mitinglər Azərbaycan müxalifətinin hazırki nüfuzunu təşkilatlanma səviyyəsini nümayiş etdirdi. Keçirdiyimiz mitinglər onu nümayiş etdirdi ki, Azərbaycan hökumətinin 6-7 il davam etmiş Qara Güruh kampaniyasına baxmayaraq, Azərbaycanın real müxalifət qüvvələri öz strukturlarını qoruyub saxlayıblar. Mitinglər onu nümayiş etdirdi ki, yalnız müxalifət partiyalarına yaxın olan, İctimai Palataya yaxın olan insanlar deyil, sadə siyasətə aidiyyəti olmayan insanlar öz haqlarının müdafiə olunması üçün belə aksiyalara can atırlar. Minlərlə siyasətə aidiyyəti olmayan insanlar bu mitingdə iştirak edirdilər. Bu bizim üçün ən büyük yekunlardan biridir. Mitinglər dünya mediasının diqqətində oldu. Dünya mediası Azərbaycanda mövcud avtoritar rejimlə ciddi bir mübarizə getdiyindən növbəti dəfə xəbərdar oldular. Başa düşdülər ki, Azərbaycanda rejimlə mübarizəni yalnız bir qrup idealist insanlar, dissidentlər yox, ciddi bir müxalifət qüvvəsi aparır. Azərbaycanda rejimin yaratdığı bu eybəcərliklərlə barışmayan minlərlə insan, hətta şəhərdən kifayət qədər uzaqda olan məkana da bütün çətinlikləri adlayaraq gedə bilir və öz etirazını açıq şəkildə hökumətə ifadə edir. 20-ci sahədə keçirilən mitinglər bizim əslində xalqımıza kompromis, güzəşt məqsədi ilə atdığımız bir addım idi. Biz ondan əvvəl dəfələrlə razılaşdırılmamış aksiyalar keçirmişik və İctimai Palatanın fəalları, sizlər öz fədakarlığınızla bu mübarizəni hər zaman davam elətdirmişsiniz. Amma biz hiss elədik ki, çoxlu sayda razılaşdırılmış mitinglərə gəlməyə hazır olmayan, amma etiraz etmək istəyən insanlar var ki, onlara da bu fürsəti vermək lazımdır. Biz bu məqsədlə 20-ci sahəyə getdik. Baxmayaraq ki, şəhərdən çox uzaqdır, mitinglər üçün əlverişsizdir. Amma buna baxmayaraq getdik və hesab edirik ki, bu iki miting İctimai Palatanın aktivinə yazıldı. Bizim gücümüzü, bizə xalqın dəstəyini ifadə elədi. Və açıq-aşkar göründü ki, bütün maneələrə baxmayaraq mitinglərdə iştirakçıların sayı artan xətt üzrə gedir. Yeri gəlmişkən mən buradan jurnalistlərə, xüsusilə Azadlıq Radiosunun reportyorlarına təşəkkür edirəm ki, onlar hər iki mitingdə avtobusların marşrutdan çıxarılmasını çox ciddi şəkildə sənədləşdirə biliblər, videolara diqqətlərinə cəlb ediblər, videolarda artıq bunların hamısı sənədləşib və bütün Azərbaycan, bütün dünya gördü ki, Azərbaycan hökuməti hətta bu ucqar nöqtədə də Azərbaycan müxalifətinin toplaşmasına dözmür, Azərbaycan müxalifətinin xalq tərəfindən dəstəklənəcəyindən əmin olduğuna görə, hətta bu ucqar nöqtədə də mitinglərin qarşısını almaqdan ötürü hər cür oyundan çıxır, hətta Sovet İmperiyasının belə qadağan eləmədiyi qadağanları həyata keçirilir. Yəqin ki, bu zalda da iştirak edən xeyli gənclər var ki, onlar Sovet İttifaqı vaxtı Azadlıq meydanındakı mitinglərdə böyüyüblər, yeniyetmə uşaq olaraq. Amma Azərbaycan hökuməti ona imkan vermədi. Minlərlə insanı yanında olan uşaqlara, yeniyetmələrə görə geri qaytardı. Avtobusların qarşısı alındı və açıq-aşkar göründü ki, Azərbaycan hökuməti bu xalqdan qorxur. Açıq-aşkar göründü ki, Azərbaycan xalqı etiraz eləməyə fürsət axtarır. Belə bir fürsət olacağı təqdirdə mitinglər daha da yüksələn xətlə gedəcək. Bu məlum oldu. Hər iki mitingdə bütün maneələrə baxmayaraq 10 minin üzərində insanın iştirak etməsi əlbəttə ki, olduqca təqdirə layiq bir haldır. Azərbaycan xalqının indiki rejimin yaratdığı eybəcərliklərlə barışmadığını, ona etiraz etdiyini göstərən bir haldır. Amma mitinglərə maneələr o həddə qədər şiddətlənmişdi ki, artıq bu mitinglər sanki icazəsiz, razılaşdırılmamış miting kimi keçirilirdi. Çünki bir marşrutdan 28 maşın xəttdən çıxarılırsa
və mitingdən bir saat yarım qabaqdan artıq avtobusların qarşısı alınırsa, əraziyə isə piyada getmə imkanları yoxdursa, insanları biz məcbur eləyə bilmərdik ki, taksilərlə, maşınlarla ora gəlsinlər. Ona görə də biz 20-ci sahədə mitinglərin keçirilməsini dayandırmağa məcbur olduq. Daha doğrusu hökumət bunu dayandırdı. Bunun xüsusi olaraq altını çizmək istəyirəm. Ona görə də biz mətbuat konfransı keçirdik. Bu həqiqətləri hər kəsin diqqətinə çatdırdıq və bildirdik ki, bizə sərbəst toplaşma azadlığı təmin olunmazsa, o zaman Bakı şəhərində müxtəlif yerlərdə etiraz aksiyalarını keçirmək hüququmuzdan, konstitusiyon hüququmuzdan istifadə edəcəyik. Və bu hüququmuzdan istifadə edərək biz artıq 7-si maya Bakı şəhər icra hakimiyyətinin qarşısına piket təyin etmişik və mən inanıram ki, bizim fəallarımız, fədakar insanlar o piketi yüksək səviyyədə reallaşdıracaqlar və növbəti dəfə bütün Azərbaycan xalqı və bütün dünya görəcək ki, Azərbaycanda heç bir sərbəst toplaşma azadlığı yoxdur. Azərbaycan xalqının toplaşmasına hökumət imkan vermir. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, biz 20-ci sahədə mitinglər barədə qərar verəndə də demişdik ki, bizim bu ucqar ərazidəki miting keçirməyə bir neçə dəfə razılaşmamız o demək deyil ki, biz bütövlükdə ölkə üzrə, Bakının müxtəlif bölgələri üzrə miting keçirmək hüququmuzu istifadə etməyəcəyik, biz onu tələb etməyəcəyik. Sərbəst toplaşma azadlığı yalnız bir qapalı meydanda reallaşa bilməz. Biz bu mövqeyimizdə qalırıq, bu mövqeyimizi Azərbaycanda fəaliyyət göstərən diplomatların İctimai Palataya səfəri zamanı, bura gələn zaman biz onlarla müzakirə elədik. Bilirsiniz artıq mətbuatdan ki, ölkədə fəaliyyət göstərən diplomatlar, səfirlər, onların müavinləri, cəmi 18 nəfər olmaqla, bütün nüfuzlu beynəlxalq təşkilatları təmsil etməklə İctimai Palatanın qonağı oldular burada və ciddi müzakirələr oldu bizim aramızda. Biz ölkədəki mühüm məsələlərin hamısını, o cümlədən konkret olaraq bizim üçün hazırda prioritet olan sərbəst toplaşma azadlığını, siyasi məhbusların, vicdan məhbusların taleyini, ümumiyyətlə ölkədə islahatların taleyini ciddi müzakirə elədik. Və mən sizin diqqətinizə onu çatdırmaq istəyirəm ki, bilirsiniz ki, hökumət diplomatların İctimai Palata ilə görüşlərinə hər zaman çox qısqanc yanaşır. Hər zaman bir qara güruh kampaniyası başlayır. Sanki bunların beynəlxalq protokoldan xəbəri yoxdur. Sanki bunların dünyadakı qaydalardan heç xəbəri yoxdur. Amma bu qara güruhçu kampaniya, bu çox önəmlidir. Azərbaycanda fəaliyyət göstərən diplomatları öz mandatına uyğun fəaliyyətdən çəkindirə bilmir. Baxmayaraq ki, hər dəfə əvvəlki görüşlərdən sonra belə kampaniya ilə, təzyiqlə, şantajla üz-üzə qalıblar. Amma bu dəfə hətta deyərdim ki, daha geniş bir tərkibdə Azərbaycanda fəaliyyət göstərən diplomatlar bura gəldilər, İctimai Palatı ilə görüş keçirdilər və sonra da açıq şəkildə mövqelərini ifadə elədilər mətbuatda ki, bu diplomatik praktikaya uyğun hərəkətdir. Çünki Azərbaycan hökuməti başa düşməsə də bütün dünya başa düşür ki, bugünkü müxalifət sabahın iqtidarıdır. Və bugünkü müxalifətin proqramları ilə tanış olmaq, onların hal-hazırki problemlərini eşitmək, onlarla diyaloq qurmaq, onlarla məsləhətləşmələr aparmaq diplomatların vəzifələrindən biridir və eyni zamanda bunu da açıq etiraf eləmək lazımdır ki, məhz ölkədə İctimai Palatanın müxalifətin avangard qüvvəsi olmasının da təsdiqinin biridir. Hörmətli xanımlar, hörmətli bəylər, bizim artıq Azərbaycan cəmiyyəti üçün önəmli olan mühüm bir tədbirin keçirilməsinə çox az vaxtımız qalır. Söhbət Eurovizyon yarışmasının keçirilməsindən gedir. Bu yarışmaya Azərbaycan xalqının yanaşması müxtəlifdir. Bizim üçün şəxsən bu yarışma Azərbaycanın problemlərin həllinə nail olmaq, Azərbaycanın problemlərinin ictimailəşməsinə nail olmaq və Azərbaycanda mövcud rejimlə mübarizə aparan ciddi qüvvələrin olduğunun təsdiqi kimi xarakterize olunur. Biz istəyirik ki, bu yarışmada Azərbaycan həm də gec də olsa islahatlara başlayan bir ölkə kimi təqdim olunsun. Siyasi məhbusları azad edən bir ölkə kimi təqdim olunsun. Gerçəkdən də bu Avropanın mədəni yarışmasının paytaxtı olmağa haqqı olan bir ölkə kimi təmsil olunsun. Və sübut olunsun ki, Azərbaycanda aparılan mübarizə çətinliklə də olsa müəyyən nəticə verir. Artıq məhbuslar məhbəslərdən çıxırlar, sərbəst toplaşma azadlığı təmin olunur. Amma çox təəssüf ki, Azərbaycan hökuməti bizim bu xoş niyyətimizi başa düşmür, anlamır.
Və nəinki siyasi məhbusları azad etmir, bu barədə siz bilirsiniz, məlumatlısınız, bizim bəyanatımız da var. Vicdan məhbusları bir ildən sonra da hələ də həbsdə saxlanılırlar. Onların məhkəmələrlə azad etmək fürsətindən də istifadə olunmur, əfv fərmanı da olmur. Üstəlik, yeni həbslər, yeni repressiyalar, yeni zorakılıqlar. Bu günlərdə Suqutəpədə insanlara qarşı tətbiq olunan kütləvi zorakılıq, jurnalistlərin, İdrak Abbasovun, başqa jurnalistlərin çox ağır zorakılığa, təhqirə məruz qalması, onların bir çox jurnalistlərin həbs olunması, Oqtay Güləliyevin, vətəndaş cəmiyyətinin fəalı olan Oqtay Güləliyevin həbs olunması, bu müddətin ərzində Qubada, Sabirabadda həbslərin həyata keçirilməsi. Bütün bunların hamısı onu göstərir ki, Azərbaycan hökuməti nəinki demokratik islahatlar həyata keçirmək fürsətindən istifadə edəmir, əksinə biraz da özünü daha da qorxunc göstərməyə çalışır, repressiyaları artırır, öz xalqına qarşı kini, küdurəti günü-gündən artır. Azərbaycan hökumətinin bu hərəkətində heç bir məntiq yoxdur. Bilirsiniz, Azərbaycan hökuməti bu kimi repressiyalarla bizə, Azərbaycan cəmiyyətinə, demokratik müxalifətə bir zərbə vurursa, iki zərbə də özünə vurur. Heç bir məntiq yoxdur. Baxın, iki cür davranış ola bilərdi Azərbaycan hökuməti tərəfindən. Biri o ola bilərdi ki, Azərbaycan hökuməti bizim cəmiyyətin, beynəlxalq aləmin tələbləri ilə məhbusları azad edirdi, sərbəst toplaşma azadlığına imkan yaradırdı. Bu halda nə olacaqdı? Bizim də biraz problemlərimiz azalacaqdı, cəmiyyət biraz dərindən nəfəs alacaqdı. Eyni zamanda Azərbaycan hökumətinə qarşı da daxildən, beynəlxalq aləmdən təzyiqlər azalacaqdı. Azərbaycan hakimiyyətinə qarşı tənqidi hesabatlar, məqalələr, yazılar azalacaqdı. Azərbaycan hökuməti üçün də bu faydalı olacaqdı. Amma Azərbaycan hökuməti bunu eləmədi. Azərbaycan hökuməti nə edir? Azərbaycan hökuməti öz kininə, küdurətinə görə, qəzəbinə, nifrətinə görə, məhz bu hisslərin əsiri olduğuna görə bizə, bizim məhbus həyatı yaşayan dostlarımıza, onların ailələrinə, yaxınlarına, bu cəmiyyətə biraz da daha artıq acı yaşatmaq naminə özü də böyük bir acı yaşayır. Baxın, bugün demək olar ki, hər gün dünya mediası, beynəlxalq təşkilatlar Azərbaycan hökumətini hədəfə götürərək Azərbaycandakı eybəcərlikləri tirajlayırlar, yazırlar, hesabat tələb edirlər. Artıq heç bir şantaj beynəlxalq aləmi durdura bilmir. Artıq beynəlxalq aləm susmur. Hər gün Azərbaycan hökumətinin eybəcərlikləri ifşa olunur. Hər gün yeni bir beynəlxalq təşkilat bu kampaniyaya qoşulur və Azərbaycan hökumətindən ədalət, azadlıq tələb edir. Azərbaycan hökumətinin hərəkətini necə başa düşmək olar? Bizim atalarımız belə məntiqsiz, kinin, küdurətin əsri olan insanları xarakterizə eləmək üçün belə bir deyim düşünür. Mənim bir gözüm çıxsın, qonşumun iki gözü. Bax, Azərbaycan hökuməti bu təfəkkürün daşıyıcısıdır. Bugün Azərbaycanda iqtidarda bu təfəkkürü daşıyan insanlardır. Onlar ona görə də bizə bir əzab verib, özləri iki əzab yaşayırlar ki, kaş ki bizi biraz, Azərbaycan cəmiyyətini biraz incitsinlər. Bu mənəviyyatın sahibləri Azərbaycanı idarə edir. Amma bunun da bir sonu olacaq. Biz öz mübarizəmizi artan xətt üzrə davam edəcəyik. Artıq qeyd olundu ki, 7 mayda bizim ilk razılaşdırılmamış, əgər razılıq verilməsə o vaxta qədər, hətta razılıq verilməsə də aksiyamız keçiriləcək. Ondan sonra da bu tədbirlər həyata keçiriləcək. Və mənə elə gəlir ki, bugün İctimai Palata bu barədə ayrıca bir qərar da verə bilər ki, biz çalışaq Evrovizyon günlərində İctimai Palatanın özünün alternativ informasiya mərkəzini yaradaq. Biz burada Azərbaycana gələn minlərlə jurnalisti həqiqətlərlə tanış edək. İmkan yaradaq ki, onlara sözün demək istəyən bütün insanlara bu fürsət verilsin. Təkcə bizim müxalifətin yox. Bütövlükdə Azərbaycan cəmiyyətinin həmin bu dünya ilə əlaqəsi qurulsun. Eyni zamanda biz Azərbaycandakı həqiqətləri yaymaqda və bu həqiqətlərin, bu reallıqların dəyişməsi üçün mübarizə aparmaqda davam edəcəyik. Bizim əvvəlcədən danışığımız var. Siyasi məhbuslar azad olunmayacağı təqdirdə biz onların müdafiəsi, onların azad olunması üçün tədbirləri bir gündə dayandırmayacağıq, o cümlədən hətta bu yarışma günlərində də dayandırmayacağıq və biz mübarizəmizi artan xətt üzrə aparacağıq. Yenə də zərərlə çıxan bu mübarizədən Azərbaycan hökuməti olacaq. Qoy davam eləsinlər bu küdurəti. Azərbaycan cəmiyyəti artıq başa düşür ki, bu adamlarla mübarizəni yalnız artan xəttlə aparmaq lazımdır. Yoxsa bunlar ölkəni nə günə qoyur? Bu günlərdə biz hamımız onun şahidiyik ki, Azərbaycan hökuməti indi Azərbaycanı beynəlxalq aləmdə təcrid eləməklə məşğuldur.
Biz onu xatırlayırıq Wikileaks sənədlərindən ki, Azərbaycanın dövlət başçısı, sən demə, qardaş Türkiyənin regional enerji mərkəzi olmağını istəmirmiş. Bunu bildik, onlar da bildi və münasibətlərdə o vaxtdan qeyri-səmimilik hökm sürür. Biz onu xatırlayırıq ki, ötən il, ondan əvvəlki vaxtlarda Azərbaycanın iqtidar mediası Böyük Britaniya və ABŞ-ı hədəf götürüb, onların indiki və keçmiş dövlət xadimlərini hədəf götürüb, bütövlükdə qərb dünyasını qarşısına almışdı, yadımızdadır. İndi də hədəfdə Almaniyadır. Azərbaycanın ərazi bütövlüyünə dəstək verən, Qarabağ məsələsində Azərbaycana hamıdan artıq daha bir mənalı mövqe bildirən Almaniya, Avropa Birliyinin, qoşulmaq istədiyimiz böyük bir birliyin, Avropa ailəsinin aparıcı bir dövləti Azərbaycan hökumətinin qara güruhçularının hədəfindədir. Heç kimin oxumadığı, heç bir ictimai rəy yaratmayan, öz mətbuat orqanlarında Almaniyaya qarşı böyük bir öz aləmlərində savaş açıblar. Çox təqdirə layiq qaldı ki, Azərbaycan xalqına, Azərbaycan hökumətinin vermədiyi qiyməti biz Almaniyanın başdakı səfirindən aldıq. Və çox açıq şəkildə deyildi ki, Azərbaycan xalqının intellektini bu cızmaqaralarla aldatmaq olmaz. Azərbaycan xalqı bilir kimin kim olduğunu. Bəli, Azərbaycan xalqı bilir ki, bugün Azərbaycan hökumətindən məhbuslara azadlıq istəyənlər, bugün Azərbaycan hökumətindən yıxdığı evlərin kompensasiyasını ödəməyi tələb edənlər, bugün Azərbaycan hökumətindən islahatlar, sərbəst toplaşma azadlığı, ifadə azadlığı, mətbuat azadlığı tələb edənlər, Azərbaycan hökumətindən azad seçki tələb edənlər, Azərbaycanın düşmənləri yox, dostlarıdır. Azərbaycan xalqı bunu bilir və ona görə də bütün Azərbaycana demokratiya istəyən qüvvələrə minnətdardır. Hörmətli xanımlar, hörmətli bəylər, biz öz mübarizəmizi aparan zaman bu faktoru da nəzərə almalıyıq. Ölkəmiz yetkinliyi olmayan, dövlət bacarığı olmayan, dövlət idarə etmə səriştəsi olmayan insanların əlindədir. Baxın, gözümüzün qabağında ölkəmizi müttəfiqsiz qoyublar, arxasız qoyublar. Savaşda olan bir ölkəni hər kəslə qarşı durma vəziyyətinə gətirib çıxardıblar. Bu əlavə bir səbəb olmalıdır ki, biz ölkəmizə sahib olaq. Və bu məqsədlə İctimai Palata nəinki öz mübarizəsini artan xətt üzrə davam elətdirir, təşkilatlanma işlərini artırır, daha çox insanı İctimai Palatanın ətrafında cəlb eləməyə çalışır. Biz paralel olaraq Azərbaycan cəmiyyətinin daha ciddi təmərküzləşməsi istiqamətində işləyirik. Siz artıq bilirsiniz ki, Ziyalılar Forumu ilə İctimai Palata birlikdə fəaliyyətlə bağlı prinsipial razılıq əldə edib. Bu çox ciddi hadisədir. Mən istəyirəm ki, İctimai Palata üzvləri bunun əhəmiyyətini xüsusi olaraq hiss etsinlər. Azərbaycanın ən böyük intellektualları, ən böyük yaradıcı insanları, Azərbaycanı bütün dünyada təmsil edən insanlar bizim mübarizəmizlə həmrəydirlər. Onlar bizim apardığımız mübarizənin haqq mübarizəsi olduğunu fərqindədirlər, etiraf edirlər və bizə öz mənəvi siyasi dəstəklərini ifadə edirlər. Və biz onlarla birlikdə ciddi bir tədbir planlaşdırırıq. İlkin olaraq nəzərdə tutulub ki, mayın ayının sonlarına qədər biz Ziyalılar Forumu ilə birlikdə Respublikada ümum demokratik müşavirəsini çağıraq. Ümum demokratik müşavirənin çağırılmasının əsas məqsədi ölkənin bütün demokratik potensialını səfərbər eləməkdən ibarətdir. Biz ölkədə dəyişikliklər istəyən, ölkədə azadlığın, ədalətin təntənəsini istəyən, hər kəsin bir masa arxasında oturmasını təmin eləmək istəyirik. Bu İctimai Palatanın ilk gündən elan elədiyi konsepsiyanın təsdiqidir. Biz konkret olaraq abonentlərimizin ittiham elədiyi, iddia elədiyi kimi yox, hakimiyyət uğrunda yox, bu ölkənin xilası uğrunda mübarizə aparırıq. Biz konkret olaraq bir neçə nəfər adamın hansısa vəzifələrə yiyələnməsi uğrunda yox, bu sülalədən, bu xalqın xilası uğrunda mübarizə aparırıq. Və mən inanıram ki, bizim apardığımız və mən inanıram ki, bizim apardığımız mübarizə digərlərə də təsir eləyəcək. Baxın, biz meydanlara çıxdıq. 10 minin üzərində insanları səfərbər elədiyi mübarizəyə. İnsanların mübarizə əzmi daha da artdı, özünə inamı daha da artdı. Biz özümüz bilirdik ki, biz varıq. Bizi məhv eləyə bilməyiblər. Amma 6-7 il sərasər davam eləyən bu kampaniyaya görə bəziləri çaşmışdılar. Bəziləri elə bilirdilər ki, doğrudan da Azərbaycan artıq müxalifətsiz qalıb. Artıq bu sülalə hakimiyyəti
parti alternatifsiz qalıb. Onlar sevindilər, onlar ruhlandılar. Gənclərin Azərbaycanın prinsipial müxalifəti ilə çiyin-çiyinə olması, vətəndaş cəmiyyətinin, regionların bizimlə çiyin-çiyinə olması, ziyalıların bizimlə çiyin-çiyinə olması və qarşıdan gələn demokratik müşavirədə bütün demokratik qüvvələrin hamısının bir masa arxasında olması Azərbaycan hökumətinə, Azərbaycandakı avtoritar rejimə güclü bir mesaj olacaq. Bu güclü mesaj ondan ibarət olacaq ki, artıq Azərbaycan xalqının başlatdığı bu mübarizəni avtobusları marşrutdan çıxarmaqla, insanları böhtanla, şərlə, həbs eləməklə qarşısını almaq mümkün olmayacaq. Azərbaycan xalqı öz haqqına sahib olacaq və İctimai Palata bundan ötürü lazım olan hər şeyi sizinlə birlikdə hamlıqla edəcək. Sağ olun.